Qoy ölsün kafir insan. O necə də nankördür. Qoy baxıb görsün Allah onu nədən yaradıb. Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı. Sonra da onun yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbrə yerləşdirdi. İstədiyi bir zaman onu dirildəcəkdir. Xeyr, o hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir. Qoy insan yediyinə diqqət yetirsin biraz. Həqiqətən yağışı bol-bol biz yağdırırıq. Sonra da yeri çat-çat yarıb, orada taxıl yetişdiririk. Ha belə üzüm və yonca, zeytun və xurma ağacları, sıx-sıx bağlar, meyvələr və otlar da bitirdik.